Salam, bugün sizinle Redkalinka'dan 23. dersimiz geçeceğiz. Mövzumuz semeni portret, aile şekli. Novye slova, yeni sözler. Volası, saç. Uсы, bığ. Barada, saqqal. Очки, eynək. Rost, boy, buxun. Улыбка, təbəssüm. Взгляд, baxış. Parен, cavan oğlan. Malış, körpə. Возраст, yaş. Двоюродной брат. Əmoğlu, dayıoğlu, xalaoğlu, bibioğlu. Двоюродная sestra. Qadın cinsində yenə də xalaoğlu, əmoğlu, xala qızı, dayı qızı, əmi qızı, bibi qızı. Детский сад, uşaq bağçası. Детский dom, uşaq evi. Xəzyain, ev sahibi. Xəzyayka, ev sahibəsi. Sirata, yetim. Konditer, qənnaatçı, şirniyyatçı. Xudojnik, rəssam. Vaspitatel, tərbiyəçi. İskustvo, incəsənət. Булочная, bulkaçı. Pirojnaya, pirojna. Kari, qonur. Kaştanvy, şabaldı. Primoy, düz. Kudryavy, qıvrım. Sidoy, seyrək. Rıjıy, sarışın. Lısıy, keçəl. Starşıy, yaşca böyük. Mladşıy, yaşca kiçik. Пожилой, yaşlı. Привлекательный, cazibəli. Xudoy, arıq. Толстый, kök. Stroyный, qamətli. Polный, dolu. Высокий, hündür. Nizki, alçaq. Смешной, gülməli. Хорошенький, yaxşı. Единственный, yeganə. Счастливый, xoşbəxt. Близкий, yaxın. Похожий, oxşar. İtak, beləliklə deməkdir. Geçdik diyaloglara. Diyalog 1. Birinci diyalog. Anton, это ты? Anton, bu sənsən. Тебя не узнать. Sən tanımaq olmur. Ты теперь совсем взрослый. Sən indi lap böyümüsən. Да, время летит. Bəli, vaxt uçur. У меня уже есть сын. Mənim artıq oğlum var. Ему сейчас 1 год. İndi onun 1 yaşı var. Сейчас я покажу тебе его фотографию. Mən indi sənə onun fotosunu göstərəcəm. Смотри, какой он смешной. Bax, o necə də gülməlidir. Рыжий, как его mama. Anası kimi sarışındır. Какой хорошенький малыш. Necə də yaxşı körpədir. Мне кажется, что он очень похож на тебя. Mənə elə gəlir ki, o sənə çox bənzəyir. У него твоя улыбка и карие глаза. Sənin təbəssümün və qonur gözlərin ona bənzəyir. А это твоя жена. Bu isə sənin yoldaşındır. Да, мы познакомились в университете. Bəli, biz universitetdə tanış olmuşuq. Она тоже изучала искусство. O da incəsənət öyrənirdi. Я влюбился в нее с первого взгляда. Mən ona ilk baxışdan vurulmuşam. Мы женаты уже 4 года. Biz artıq 4 ildir ki, evliyik. Диалог 2. Привет, Катя. Salam, Катя. Сколько лет, сколько zim, neçə il, neçə qış. Как поживаешь, necə yaşayırsan? Миша, как давно мы не виделись? Миша, çoxdandır biz görüşmürdük. Дело в том, что я сейчас живу в Санкт-Петербурге. И здесь бываю не так часто. İş bundadır ki, mən indi Sankt-Peterburgda yaşayıram və burada çox da tez-tez olmuram. Но родители скучают по мне. Amma valideynlərim mənim üçün darıxırlar. Поэтому я стараюсь проводить здесь выходные время от времени. Bunun üçün də mən çalışıram ki, istirahət günləri vaxtaşırı burada olum. Кстати, ты помнишь моего друга из школы? Yeri gəlmişkən, sən mənim məktəb dostumu xatırlayırsan? Мы всегда ходили в кино вместе. Biz həmişə kinoya birlikdə gedirdik. Этот высокий стройный parень, o hündür o cavan oğlan, у него были светлые кудрявые волосы, onun açıq rəngli qıvrım saçları var idi. Да, правда, сейчас он лысый, не такой стройный. Bəli, düzdür. İndi o keçəldi və əvvəlki kimi qamətli deyil. Kakranşı, yəni əvvəl kimi qamətli deyil. Наверное, ты бы его не узнал. Yəqin ki, sən onu tanımazsan.
Так вот, мы pоженились 2 года назад. Bax, budur. Biz 1 il bundan qabaq, 2 il bundan qabaq evlənmişik. Я очень счастлива. Mən çox xoşbəxtəm. Поздравляю. Я очень рад за тебя. Təbrik edirəm. Mən sənin üçün çox sevindim. Dialoq 3. Nina, кто это на фотографии? Nina, bu kimdir şəkildə? Это твоя мама? Bu sənin anandır? Нет, это моя бабушка. Xeyr, bu mənim nənəmdir. Но здесь она еще молодая, amma burada o hələ cavandır. В то время она работала в булочной. O vaxt o bulkaçıda işləyirdi. Как она хорошо готовила. O necə də yaxşı hazırlayırdı. Я просто обожала ее пирожные и булки. Mən onun bulkalarına və pirojnalarına pərəstiş edirdim. Сейчас ей уже 83 года. İndi artıq onun 83 yaşı var. У нее седые волосы и но такие же веселые глаза. Onun saçları ağarıb, amma əvvəlki glaza, gözləri и такая же улыбка, как раньше və əvvəlki təbəssümü var. Мне кажется, что она очень похожа на тебя. Mənə elə gəlir ki, o sənə çox bənzəyir. А вот это твой дедушка? Bəs bu sən babandır? Да, вот его последняя фотография. Bəli, budur onun son şəkili. К сожалению, он умер год назад. Təəssüf ki, o 1 il bundan qabaq rəhmətə gedib. Он долго болел. O çox uzun müddət ağrıdı, xəstə yatdı. Мне очень жаль. Mən çox təəssüf edirəm. Да, мы все по нему скучаем. Bəli, biz hamımız onun üçün darıxırıq. Ну что делать? Такова жизнь. Amma nə etməli, həyat belədir. Диалог 4. 4-cü dialoq. Дима, у тебя есть братья или сестры? Дима, sənin qardaşların yaxud bacıların var? Дима, sənin qardaşların yaxud bacıların var? Нет, я единственный ребенок в семье. Xeyr, mən ailədə yeganə evladım. Но у меня есть двоюродной брат и двоюродная сестра. Amma mənim əmim oğlu və əmim qızı var. Мы очень близкие, потому что мы все одного возраста. Biz çox yaxınıq, çünki biz eyni yaşdayıq hamımız. Раньше мы проводили каждое лето в деревне у бабушки. Əvvəllər biz hər yayı nənəmgildə birlikdə keçirirdik. А у тебя есть братья или сестры? Bəs sənin qardaşların, bacıların var? Нет, к сожалению, я сирота. Xeyr, təəssüf ki, mən yetiməm. Я выросла в детском доме и никогда не знала моих родителей. Mən uşaq evində böyümüşəm və heç vaxt öz valideynlərimi tanımamışam. Но сейчас у меня есть семья. Amma indi mənim ailəm var. Я замужем, mən evliyəm. И у меня есть дочь, mənim qızım var. Мой муж и моя дочка самые близкие для меня люди. Mənim yoldaşım və mənim qızım dünyada mənə ən yaxın insanlardır.